İsrail və İran arasında quru sərhəddə olmamasına baxmayaraq, tərəflər qırıcı təyyarə və ballistik raketlər hesabına bir-birlərinə güclü zərbələr endirə bilir. İsrail zərbələr endirmək üçün daha çox F-35 qırıcılarından, İran isə hipersəs raketlərindən istifadə edir. Həm F-35 qırıcıları, həm də hipersəs raketlərinin texniki göstəriciləri və savaşdakı əhəmiyyəti nədən ibarətdir? Bunları da araşdırmışıq. 2006-cı ildən seriya istehsalına keçid edən F-35 qırıcıları yüksək gizlilik səviyyəsinə malik ikinci belə təyyarədir. Sələfi F-22 qırıcılarının yüksək istehsal və baxım xərcləri Birləşmiş Ştatların F-35-lərə keçid etməsinə səbəb oldu. A, B və C tiplərinə malik qırıcıların hər biri fərqli sahələr üçün dizayn olunub. Standart emmə və qalxma xüsusiyyətinə sahib F-35A modeli hərbi hava qüvvələrində istifadə olunur və 78 milyon dollara istehsal edilir. Şaquli formada, eləcə də dar məkanlara eniş və qalxış edə bilən F-35B modeli hərbi dəniz qüvvələrində istifadə olunur və 102 milyon dollara istehsal edilir. 95 milyon dollara istehsal edilən və uzun məsafə uçuşları üçün dizayn edilən F-35C modeli isə ən az istifadə olunan qırıcılardır. Həm maliyyə xərcləri, həm də F-35B modelinin qalxış sırasına böyük miqdarda yanacaq sərfiyyatı səbəbindən ən çox üstünlük verilən model F-35 A-dir. Saatda 1900 km sürətlə uça bilən F-35 qırıcıları yüksək manevr qabiliyyətinə malikdir. Bu isə sözügedən texnikaların həm hava döyüşlərində, həm xüsusi missiyalarda istifadəsinə şərait yaradır. Gövdəsinin radarının neytrallaşdırma və yönləndirmə bacarığına malik materiallardan hazırlanması hava hücumundan müdafiə sistemlərinin F-35 qırıcılarını aşkarlamasını çətinləşdirir. Paralel olaraq qırıcılar gizliliyi artırmaq məqsədi ilə xüsusi qızılı kokpit şüşəyə, eləcə də bütün silahları gizlədən bölümə malikdir. Qırıcının ön burun hissəsində gizlədilən radar sistemi uzaqlıqda olan düşmən təyyarələrini aşkarlama, koordinat yönləndirmə, quru qüvvələri ilə ortaq hədəfləmə, pilotsuz uçuş aparatlarının idarəsi və sıradan çıxarılması kimi prosesləri rahatlıqla həyata keçirə bilir. Eyni şəkildə F-35-lərin alt hissəsinə yerləşdirilən lazer sistemləri pilotların kokpitdən görülməyən əraziləri müşahidə etməsinə, düşmənləri rahatlıqla hədəfləməsinə kömək edir. Bundan əlavə, manevr qabiliyyətinin rahatlıqla icrası, radarlarda iz buraxmamaq və təyyarənin stabilizasiyasının qorunması məqsədi ilə qırıcının yanacaq çəni tək yox, 10 müxtəlif çəndən ibarətdir. F-35 qırıcılarını rəqiblərindən fərqləndirən digər mühüm xüsusiyyəti 400 min dollarlıq başlığa sahib olmasıdır. Hər bir pilot üçün ayrı formada istehsal edilən başlıq qırıcının ana kompüteri ilə ortaq işləyir. Bu da pilotun sadəcə başlıq üzərindən qırıcıdakı bütün lazer hədəfləmə, kamera və radar sistemlərini eyni anda görməsinə şərait yaradır. Başlığa yerləşdirilmiş gecə görüş və sensorlar isə pilotların hər şəraitdə qırıcını rahatlıqla idarə etməsinə kömək edir. Sözügedən başlıq əməliyyat çərçivəsində avtomatik olaraq hədəfləri və onları hansı formada sıradan çıxartmalı olduqlarını pilota bildirir. Göründüyü kimi uzaq məsafələri radarlara görünmədən gizli formada qət edən F-35 qırıcıları yüksək texnologiyası sayəsində İsrailli pilotların torpaqlarından kilometrlərlə uzaqda İrana qarşı xüsusi əməliyyatlar keçirməsinə imkan verir. İran İsrailə zərbə endirə biləcək qırıcılara sahib olmasa da bu vəzifəni icra edən hipersəs raketlərinə malikdir. Sözügedən silahlar saatda ortalama 6000 kilometr və yüksək sürətlərə sahib olduğundan radarlar tərəfindən gec aşkarlanır. Üstəlik aşkarlansa belə qarşısının alınması üçün buraxılan raketlər hipersəs raketlərindən dəfələrlə aşağı sürətdə olduğundan zərərsizləşdirilməsi mümkün olmur. Paralel olaraq hipersəs raketləri ənənəvi ballistik raket və silahlara nisbətən böyük manevr xüsusiyyətinə sahibdir. Həm yüksək sürət, həm də manevr qabiliyyəti hava hücumundan müdafiə sistemlərini rahatlıqla aşmağa və düşmənə zərbələr endirməyə kömək edir. Amma diqqətdə saxlanılmalı bir məqam var ki, istehsalı baha olan bu silahlar bir müddət sonra tükənir. Odur ki, İsrailin F-35 qırıcıları ilə zərbələr endirməsi İranın hipersəs raketlərindən fərqli olaraq uzun müddət davam edə bilməyəcək.